Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla ve yadıyla. Ha. Tamam. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe Eski Kitaplar programının 362. bölümün Allah'ın lütf ve keremiyle başlayıram. Umarım ki bize, hamımıza, özellikle milletimize geçeceğimizi düşünməkdə, geçeceğimizi anlamakta və gələcəyimizi özgüvən ələ gətirməkdə və gələcəyimizi özgüvənimizə və keçəcəyimizə dayanaraq qurmaqda və yaxçı qurmaqda bizə kömək olsun inşallah. Gedək görək bu günləri hangi kitab bizim şansımıza gəlir ki, ondan eləyə bilək. Tariximizə bir baxaq görək ki, düşüncələrimiz nədir? Düşüncə tarixi. Biz tarixdən danışanda sadəcə savaşdan danışmırıq, sadəcə qəhrəmanlardan danışmırıq, şahlardan danışmırıq. Düşüncənin də tarixi var. Düşüncənin tarixindən və düşüncənin tarixi nə deməkdir? Düşüncənin tarixi, yəni toplumda necə başlanıb bir düşüncə, onun kökü haralardan gəlir və necə değişib zaman içində bunlar bəhs olur. Kim değişdirib, hangi şəraitlərdə o yaranıbdır ya değişilibdir, bunları axtarıb görmək olur. Gələk görək ki, bu günləri hangi kitablardan biz söhbət eləyəcəyik. Əgər yadımda olsa, biz geçənki günlərdə Divan-ı Əskəri Nəsihətül Mülk Tərğibən li Husnü Suluk, Divan Nəzmi Türki Zehni Elmi Təcəllə Elmi Xiyal Qüsusun tərcüməsi Qanunnamə Risalat-ı Viran Əbdal Elmi Xitab Mənzumi Məhəmmədi Yazıcı oğlu 3 Türkçə divan tərcümə. Aha, dünən də fikirəm ki, bu tərcüməyə yox, o da deyildi. Keçən cələsədə Hüsnü Dil Behcətül Fətavi. Dünənlər bu Behcətül Fətavidən bir az oxuduq, yəni çox oxumadıq. Bunu açıq biraz buna baxarıq. Eyni halda bu Qotadoğu Bilik. Bunu da açaq görək ki, fikirəm bir dəfədə bunu görmüşük, amma pis olmaz. Biz hər halda bu Behcətül Fətavi adında bir kitabın haqqında dünənləri danışdıq. Dedik ki, bu kitab Mevlana Əbülfəzl Əbdullah Əfəndi Yenişəhərlinin fətvalarıdır. Amma bunu yazan, yəni onun fətvaları hərəsi bir ayrı kağızda yazılıb deyək. Bunun yanı sıra bu adam ki, bunu götürüb toplayıbdır, onun şagirdidir. Eyni halda 1171-ci ildə gəlibdir Əbdurrəhman ibn Əhməd adında bir adam. Bu fətavaların geçmişdə də o haqda fətavalar və ondan sonra da onun yaşadığı illərdə də olan fətvaları toplayıbdır. Yəni deyək ki, bu Şeyxülislam 1143-də Allahın rəhmətinə gedibdir. Bundan sonra başlayıblar, bunun fətvaları o zamandır. Yəni ömrünün əlbəttə bir neçə ilində Şeyxülislam olmayıbdır. Üzr istəyirəm. Şeyxülislam 1130-dan ta 1143-əcən 13 il Şeyxülislam olubdur. Sonra 1156-da da Allahın rəhmətinə gedibdir. Bu kitabı yazan 1171-də yazdığı üçün, yəni 13 il sonra bu kitab yazılıbdır. Bu 13 ilin içində olan fətvalar, taza fətvalar ki, o Şeyxülislam öləndən sonra yazılıbdır və ha belə o fətvalar ki, Şeyx İslam deyirkən, amma
Şeyx-İslamlıqdan çıxandan sonra yazılıbdır. Bir də Şeyxülislamın özünün fətvaları, bir də ondan öncəki bəzi fətvaları bu kitabda yazıbdır. Bu kitab fətva cəhətindən çox mühümdür, amma heç bir fətva İslam düşüncəsi deyil. İslam nəzəri deyil. İslam deyil. Bir müsəlmanın, deyək ki, məsələn, mən beləsi desəm, bir dənə misal vursam, bir dostum var idi. Mən də tələbə idim, o da tələbə idi. Əlbəttə, çoxlu dostum var idi. Bir yol. Dostlarımdan biri əmi qızısına, ya dayı qızısına nişanlı oldu. Sonra da bununla evləndi. Gəlini gətirdi evə. Bir gün, 2 gün, 10 gün, 1 ay, 2 aydan sonra qız gedir nənəsinə ki, bu oğlan axı məni nəyə vermirsiniz buna? Bunun məndən heç işi yoxdur. Ya gedir işə, ya da gəlir namaz qılır, məndən də işi yoxdur, əl vermir, görüşmür, danışmır, demir, gülmür. Məndən də heç bir əl yaxınlığı yoxdur. Oğlana gedirlər, deyirlər ki, mən bundan sonra ayrı bir şey başarmıram. Yəni, evlənmək məncə budur. Və boşanırlar. Boşanan kimi getdi, məsələn, bir dənə Ayətullahın qızı ilə evləndi. Yəni, belə bir adam indi bu günləri Ayətullah ola bilər. Amma mənfəətinə görə Ayətullah. O da dərs oxur, mənə tay, sizə tay, dərs oxur. Biri döşürə, Şimidə döşürə olur, biri orada. Bu da gedibdir, məsələn, deyək, din dərsi oxuyubdur. Din dərsində şey olubdur. İndi fətva verir. Bunun fətvası onun şəxsi düşüncələridir. Şəxsi düşüncə nə deməkdir? Mənim təcrübəmə görə, mənim ailədə nə cür bir ailədə yekəlmişəm ona görə, mən hangi mühitdə yekəlmişəm ona görə, harda kimlərlə dərs oxumuşam onlara görə, hangi təcrübələr mənim başımdan keçib onlara görə, hangi mənfəətlərim var onlara görə, hangi zərərlərim var onlara görə, hangi toplumun mənfəətlərin, zərərlərin gözləyirəm onlara görə, bunlar və kimə xidmət edirəm. Bəzən bunların çoxu xidmət üçündür. Yəni, məsələn, bu günləri Xameneyə xidmət edir, dünənləri o birisi Xameneyə xidmət edirdi, o birisi gündə Xümeyniyə xidmət edirdi, o birisi gündə Şaha xidmət edirdi. Yəni, fərq eləmir onu, o xidmət elədiyi adamdan, pul aldığı adamdan fətvaları onun mənfəətinə verir. Yəni, fətva, bunların heç birisi İslam deyil. Heç birisi İslam deyil. Onun üçün də İslamdan biz danışmaq haqqımız yoxdur. Biz danışa bilirik, deyək, müsəlman. Müsəlmanların içində milyardlar müsəlman var və bunların içində yüzlər şiimi mütəxəssisi var, mühəndislər var, döktürlər var, profesor, nə bilim, profesor deyəndə ustad danışqah olur. Şeylər vardı, məsələn, mollalar vardı və məsələn, hüquqçular vardı, siyasətçilər var və bunlar hamısında bir düşüncəsi var. O təxəssüsünə görə, düşüncəsinə görə. Bunların heç birisi İslam deyil. Amma hamısı bir növ müsəlmanlıq yaşırlar. Və bir növ müsəlmanlıqların içində bir düşüncələri daşırlar. Siyasi olsun, iqtisadi olsun, bank sistemi olsun, maliyyat sistemi olsun, beynəlmiləl sistemlər olsun, zindan sistemi olsun, ədliyyə sistemi olsun, nə bilim, məclis sistemi olsun, dövlət sistemi olsun, bank sistemi olsun, pul sistemi olsun, nə olur olsun, bazar alver sistemi olsun, hər nə olur olsun, bunların hərəsi bir düşüncə daşırlar orada. Heç birisi İslam deyil. Bu fətvalar da İslam deyil. Heç birisi fətvalar, heç birisi mütləqa İslam deyil. O adamın o şəraitdə düşündüyü və anlaşdığı ki, bu filan zərərin qarşısını alar, ya azaldar, ya filan mənfəəti olar, ya da bir nəfər gedir ona bir yaxçı pul verir, bir fətva alır. Ya pul vermir, iradət göstərir, nə bilim, müridlik göstərir, ya bəzən məşhur bir adamları müştehidlər də şeyin altında qala bilirlər. Adlarının güvəninin altında qala bilirlər. Məsələn, mən Ayətullah Müntəzirdən 13 dənə, 14 dənə fətva almışam. Allah rəhmət eləsin, böyük alim idi. Azərbaycan haqqında, Azərbaycan milli hərəkət haqqında mən ondan 13-14 dənə fətva almışam. Və bu fətvalarda yaymışıq. Yəni, 2007-də ya 2008-də mən Həzrəti Ayətullah o zaman diri idi, Allah rəhmət eləsin, ruhu şad olsun, məzlum da öldü.
Çox məzlum oldu. Eyni Ayətullah Şəriət Medari kimi məzlum öldü. O da əlbəttə Ayətullah Şəriət Medari ində il dönümü idi keçən 2-3 gün bundan öncə. Allah ruhun şad eləsin, ruhun bizlərə duacı eləsin. Böyük alim idi, böyük alim idi. Biz ola bilər xoşumuz gələ, ola bilər xoşumuz gəlməyə. Böyük alim idi. Və Azərbaycanın üçün də çox mühüm bir şəxsiyyətdir. Siyasi tarixində Azərbaycanın, fətva tarixində Azərbaycanın, mollalar tarixində Azərbaycan böyük bir şəxsiyyətdir. Yəni, biz bəzən hər nə ki bizim düşüncəmizdə olması onları rədd edirik. Bu doğru deyil. Biz insanların toplumda uzun zaman içində nələr eləyiblər ya nələr eləyə bilərlər, onları nəzərdə almalıyıq və hörmətlərin qoymalıyıq. Amma Ayətullah Şəriət Medari də, Ayətullah Müntəziri də heç birisi İslam fətvası verməyiblər. Bir dənə fətvadır. Ona inananlar, o adamı qəbul eləyənlər, elə ki, məsələn, bir dənə lider siyasini, ya bir dənə lider ictimaini, ya bir dənə hüquqdanı, bir dənə ruznameniqarı, bir dənə məsələn, şirin ibadini, məsələn, hər kəs sözün qəbul edirsə, o bir söz verirsə, o olur fətva. Məsələn deyirəm, bu günləri X adam adında bir adam, Məhəmməd, Əli, Hüseyn, Həsən, Babək, Ərsəlan, beləsi, Gülsənəm, nə bilim, Gülbağda, Qərətel, beləsi, xanım olsun, ağa olsun, fərq eləməz. Bir dənə bir söz deyir. O sözü və o adamı qəbul eləyənlər o sözün üstündə bir iş görürlər. Bu, o xanımın ya o ağanın düşüncəsidir, İslama dair heç bir ilgisi yoxdur. Fərq eləməz, başı açıq olsun, başı örtülü olsun, səqqəli olsun, səqqəli olmasın. O, əslən bunların heç birisinə rəbti yoxdur. Namaz qılsın, qılmasın. Fətva nə deməkdir? İndi bunu bir görək ki, fətva nə deməkdir? Məncə fətva əmir verməkdir, ya məsləhət verməkdir. Amma görək ki, fətva nə deməkdir? Əvvəl bunu, fətva türkcədə din məsələ, dinçilər əlbəttə, din deməyək, dinçilərin sorularına bir müəyyən şəxs tərəfindən cavabdan sonra ümumi və külli olaraq anlamı nədir? Başqa cürə baxsaq, fətva ərəbcədə və Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmdən öncə hangi mənayı verərmiş? Fətva kəlməsinin kökü və tarixi bu tarix boyu keçirdiyi anlam dəyişiklikləri maraqlıdır. Maraqlı bir mövzudur. Bu sözün kökü ərəb dilində fəta, gənclik, güclü olmaq və aydınlıq sözündən gəlir, kökündən gəlir. Gözəl bir mənası var. Gənclik, güclü olmaq və aydınlıq. Bir nəfər güclü adam toplumda bir iddə kəsimi aydınlatmaq üçün bir söz deyir. İndi mənası belə oldu əslində. Sorularınıza əsasən bu sözün anlamlarını 2 bölümdə araşdırmaq olar. 1. Kəlmənin ümumi və külli anlamı istilahdan öncə. Türkcədə və ümumi ədəbiyyatda fətva sadəcə dini bir hökm deyil. Bəlkə bir
çətinlik ya qaranlıq məsələni aydınlatmaq üçün verilən qəti nəzərdir. Qəti nəzər bir adamın nəzəridir, ya bir cəmin nəzəridir. Məsələn, Şurayı fətva olsa, Misridə var, ya Ərəbistanda var, belə bir şeydir. Mənasını daşıyır. Kök ibarəti ilə fəta, gənc kəlməsindən gəldiyi üçün bir sözün gənc və taza və tərü tazə olmasının, yəni qocalmış və köhnəlmiş fikirlərin yerinə yeni və güclü bir cavabın verilməsi mənasındadır. Yəni, fətvalar buna görə bir-birini nəqz edir da. İndi, məsələn, bir dənə fətva əlan veriblər, bir indi sonra, Ayətullah Müntəzirin qızla oğlanın buluğu haqqında nəzər verdiyi qabaqçı fətvaların hamısının köhnələrin ziddinədir, məsələn. Bugünlük dildə belə bir anlama gəlir. Nə cür? Bir şeyin önəmini və qaydasını kəskin bildirmək. Mübhəm, qaranlıq bir qonuda son sözü söyləmək. Ki, əslən bu ola bilməz, yəni bir nəfər çox belə alim ola, bir riştənin ən başında ola, o bir saniyə sonra mümkün onun sözü batil ola. Hz. Məhəmməd sallallahu aleyhi və səlləm dönəmindən öncə ərəb dilində ilkən mənası. İslamdan öncəki ərəb dilində və köhnə ədəbiyyatda fətva kəlməsinin dini bir sibğəsi yox idi. Bu kəlmə iki əsas mənanı ifadə edərdi. Gəncləşmə və yenilik. Fəta kökündən olduğu üçün bir şeyin gəncliyi və nişatı mənasındadır. İstilahda bir sözü elə bir şəkildə demək ki, o söz qaranlığı aradan aparsın və bir yeni yol açsın. Yozum və açıqlama. Interpretation. Çətin və müəmmali, razalud, yəni farsça, məsələləri açıqlamağa ifta deyirlər. Məsələn, əgər bir nəfər bir yuxu görüb onu yozdurmaq istərsə idi, bu kəlmədən istifadə edərdi. Quran-ı Kərimdə Yusuf surəsində şahın yuxusunu yozmaq istədiyi yerdə həmin kökdən istifadə olunub. Əftuni fi rüyaya. Mənim yuxumu yozla, açıqla. Nəticə olaraq, tamam, beləsi bir şey. İndi bu, fətva demək bu kökdən gəlir, amma bu günləri biz bunu mollaların mənfəəti olaraq işlədirik. Yəni, o sözdə işlədirik. Bu kitabı dünənləri baxmışdıq, gedək bu günləri ondan bir neçə səfhə oxuyaq. Oradan-buradan çox da oxumayacağım. Çünki fətvadırlar da. Bu kitab 730 səhifə olduğu üçün hər 100 səhifədən bir fətva ya 2 fətva oxusan yaxşı olar məncə. Beləsi gedək. 100-cü səhifədə görək ki, sual hardadır? İstəyirəm görüm ki, bir dənə uzun sual sorulub zahirən. İsmail oğladının təhti hökmündə olan diyar-ı əcəmdə mütmən ki rəvafiz xolihumullah İsmail oğladının, İsmail bu şey hesab olur da, Şah İsmail. Şah İsmail'i əlbəttə yazmışmış, mən ona diqqət eləmirəm. Şah İsmail oğladının təhti hakimiyyətində olan diyar-ı əcəmdə mütəmmimin rəfhaviz xolihumullah, Allah onları xar eləsin. Taala Əbu Bəkr və Ömər və Osman xulafai ələl-haqq olduqlarını iqrar edəni ikfar edib
ve Hazreti Ali'den maada ekser ashab-ı ekrem Rızvanullah aleyhim ecmaîn hazretlerine ve Aişe-i Siddige Reziyullah Teala aleyh anha hazretlerine dütlülerdir. Burada bir şey yazıbdı, bilmirəm nə oxumaq olar. Dütlülerdir ve münafiqlerdir diyor. Alenen sebbu la'nu Ayşe-i Siddige Reziyullah aleyh anha Resulullah anha hazretlerine zina ile gazv kendilere ibaret bilib Kur'an-ı Azimüşşan'da neçə ayat-ı kərimeye qəvaid-i Ərəbiyyədən dab-ı zinagə üzere Ərəbiyyədən burada dab yazıbdı, dab demək nə mənədir bilmirəm. Zinagə üzerine rəy fasidlər ilə mənalar küfr ve münafıqin haklarında olan ayat-ı kerimeleri ashab-ı kiram mezkur eden haklarındadır deyip ehli sünnetten olan müsliminin qətllərini mübah və təsalər bilmirəm yəni nə deməkdir mübah və yani əsir etdiklərinin bila nikah və tələvətlərini salah bilib salal bilib cennette rəviyullahi inkar edib və mahalıdır deyib ulema-i zalləyi bu vəci üzere fetvalar verib rəylər olan şah və sair əhkam kiramiləri ya kerahiləri ihtimalen olacaqdır və sairi samilərin bu əqvali kəsudə əqval faside olacaq. Əqval ihtimalen beləsi olacaqdır. Kasude yazıbdır və əf'al fasideyi haqq-ı etiqad ilə hər ikisini yazıblar. Əf'al kasidə və əf'al fasidə. Əqval fasidə və əf'al fasideyi haqq-ı etiqadi eylər. Bu məquli əqval və əf'al haqq-ı etiqadi edən mələinin üzərinə əhkami mürtəddi icra edib və kendiləri mülkün itükləri təməkkün etdikləri diyarları darül hərb olurmu? El-cevab diyarları darül hərbidir. Düşmən. Bu belə adam soruşdu ki, Şah İsmail'in olan hükümet olan yerlərində Peyğəmbərin xanımına fahişə deyirlər. Əshab-ı Həzrət Əlidən sonra o birisi əshabı qəbul eləmirlər. Qur'andan bəzi ayətləri götürürlər öz yollarında, bilirlər mürtəd deyərək onları öldürürlər falan. Deyir bu torpaqlar adamları darul hərbidir. Yəni bizlə İslamla mübarək şeydədir. Sualı belə soruşur da. Deyir ağa, demir ki o da müsəlmandır. Deyir ki o beləsi baxdığı üçün əcəba onu biz kafir kimi görə bilərikmi? Bu da deyir ki darul hərbidir. Bəli, onlarla cəng eləmək olar, savaşmaq olar. Bu o mollanın o suala cevabıdır. Sualı bir ayrı cür soruşsaydı bəlkə bir ayrı cür cevab alardı. Amma bu cevabı veribdi. Bu surətdə Müslimindən bir taife-i melain məfasidə mürtəkib və mütəqid olanların rical və nisa və səbiyin və əmvalinin və ol diyarədə mütəməkkin olub küfr əsli ilə kafir olan kəfərənin nüfusu əmvalidinin hükmü
şər'isi şər'isi no cəhl ilə ya şər'isini bu no cəhlədir. Nə o no cəhlədir ya no cələdir. Bu da cavab həla eyni məzburun İslam kəlmiyən ricali ələttəriqil istisal qətl və nisa və sibyani istirqaq olunub. Tamam, beləsə bir fətvə ilə görürsünüz ki, üzbəyüzux, gedək 200-cü səhifədən görək ki, biraz oxuyaq. Türkcədir. Əvvəldə bunu deyim ki, fətva hər halda bir təxəssüsü dildir da, yəni bunun kəlmələri də görürsünüz ki, içində ərəbcə, filanca işlənib, biraz zordur bunu oxumaq. Eyni halda da əl yazıdır, bu da bir məsələdir. 200-cü səhifədə bir dənə sual soruşubdur üstə, onu geçək, gələk buradan o birisi sualla. Görək ki, olur, nə Zeydün? Bir sual soruşubdur. Cavab, məsələn, bir dənə uzun sual soruşubdur, cavabında fəqət veribdir, olur. Ondan sonra bir dənə nə yazıbdır? Bu qırmızı. Yəni ki, o sual cavab qutarıbdır, bu sual qutardı, bir dənə əl cavab yazır, əl cavabından sonra bir dənə nə yazır, sonra o cavabı yazır, cavabdan sonra bir dənə nə yazır. Yəni ki, bu sual cavab qutardı burada. Zeydün əmrə bir cəhətdən şokdur dini olmaqla Zeyd Bəkrün ol qədər əqçə verib. Deyni borc anlamındadır. Din kimi yazır, amma deyin oxunur, borc. Zeydün əmrə bir cəhətdən şu qədər deyni olmaqla Zeyd Bəkr ol qədər əqçə verib. O cəhətdən əmrə olan deynim üçün əmrə verdiyi o etməklə Bəkri. Burada bir kəlmə yazılıbdır, əgər oxuya bilsəm. Ehtimalən zu məbləği məzburi əmrə verər olduqda şul qədər akçəyi Zeyd sana irsal eylədi diyi, o da diyi olacaqmış, bəkr diyi, məbləği məzburi ömrün diyi olacaqmış, ömrə verib, lakin ol cəhətdən olan deyni üçün verdi deməsə, hala Bəkrün sən məbləği məzburi əmrə verdükdə, ol cəhətdən olan deynim üçün verdicimi diyi zikr etməmişcə kələ yazılıbdır, onu istəyirəm görmüşüm nə oxunar. Etmaməklə əmr məbləği məzburi bir axər məsləhət zimnində gəddüyə vəd etdiyi kim məbləğə tutub və biz məzkuri təqas etmədi diyi məbləği məzburi zəburi yazmalı. Məzbur deyil, zəburi Bəkr təzmininə qadir olurmu? Əl-cavab olmaz. Görürsünüz ki, sual-cavab bunlar hər halda şeydir də, yəni biraz beləsə fərqli bir dil ilə yazılır. 300-cü, amma türkcədir. Yəni oranı istəyirəm deyəm ki, şər'i məsələdə olsa, olmağına baxmayaraq türkcə bir kitabdır. Gedək 300-cü səhifədən bir fətvaya baxaq. Zeyd ruzigar buğinə bir səhrada atəş yaqdığından sonra rüzgar zuhur etməklə qürbündə olan qəriyə əhalisinin qürülərinə sirayət edib bir miqdar əşcar-ı mühtərək olsa Zeydə zimn lazım olarmı? Olmaz.
Görürsünüz, bu da məsələn adam gəlibdir, bir dənə fətva verib də. Yəni deyir ki, bir nəfər bundan niyə soruşublar bilmirəm. Bundan din məsələsi niyə bundan soruşublar ki, məsələn deyir ki, bir nəfər bir yel olmayan bir vəziyyətdə yel yox ikən, ruzigar yox ikən bir səhrada od yandırıbdır. Sonra yel əsibdir, bu odu dağıdıbdır. Bu od gedibdir o adamın quruluqların, yəni yaxşı xərməni varmış, ağacı varmış, quruyubdur, payız zamanıdır. Onlar yanıblar. Bu adam onların xəsarətini verməlidir, yox. Adam məsələn deyib, yox verməsin. Ya bu rahatlıqda. Niyə? Yel yox idi əvvəldə, bilmirdi. İndi yel gəlibdir, vurub aparıbdır. Bu məsələn bir ayrı adam olsaydı deyərdi, yox versin. Qalıb indi orada zərər çəkənin tərəfindən olsa, zərər çəkən deyir ki, o mənim malım gedibdir, ac qalacağam. Ya məsələn gələn il bu ağac meyvə verməyəcək, mən gələn il ac qalacağam. Ya zəmim yandı, uşaqlarım ac qalacaq. Mən nə etməliyəm? Adam odu yandırıb onun məsulidir. Ayrı bir cavab verəcəkdir. Buna dedik bu İslam düşüncəsi deyil. Əslən İslama rəbti yoxdur ki. Hətta belə şeyə rəbti yoxdur. Yəni dinə rəbti yoxdur. Bu yaşamda bir ittifaqda düşübdür. Buna niyə fətva alırsan ki molladan? Niyə? Çünki adam deyir bəlkə, yəni adamın zehnində bu var ki, molla üçün molladır, üçün adına şeyx deyirlər, nə mənə deyirlər. Bu adam ya xoca deyirlər də, Türkiyədə ərəblərdə xoca deyirlər elə bir güya. Məsələn bu nə mənədir? Bu elə hər şeydə bu nəzər versə fətvadır. Yox fətvadır, buna rəhbdir vardır. Ehtimalən namaz qılmaqda desən ki, bəli, məsələn, mən namaz qılanda məndən bir yel çıxdı. Namazın batil olar ya yox. Orada bəlkə fətva ala bilərsən ki, namazın batil olar ya yox. Heç ona da ehtiyacın yoxdur. Yəni sən bu qədər şuurun yoxdur ki, bir dənə bir adamın yanında, hətta bir uşağın yanında səndən yel çıxsa utanarsan, filan olarsan, bəhman olarsan, üzr istərsən, Allahın müqabilində durmursan, namaz qılırsan, yel çıxsa təbəccühün batildir yəni. Yəni bunları bizə öyrətsələr ki, ağlınızı işə salın. İlla hamımızı ağlımızdan bunları salıb çıxa bilərik, ehtiyac yoxdur ki, molladan soruşaq ki, mən filan kəsin evinə od vurmuşam. Onun üçün də görürsünüz, İslamda mollalar bir şey çıxırdılar. Nə mənə, qoy bunu yazım görüm, nə mənə deyir. Ruhanilər, beləsi yazıq, İranda ruhanilər bir istillah yaradıblar ki, məchul mal ya oğurluq maldan bir hissə mollaya verərsən və malını paça çıxardarsan. Bu istillah nədir? Bu şey tədhirdir, nədir? Belə bir adı var, amma görək nə olacaqdır. İranda ruhanilər və məzhəbi təbəqənin arasında mənşəyi bəlli olmayan və ya şəri baxımda müşküllü olan malları həlal etmək üçün işlənən istilah dəstgərdan, yox bu deyil. Və ya onun nəticəsi olan rəddi məzalim. Hə, budur. Rəddi məzalim deyə bir şeydir. Bu prosənin neçə işlədiyi və arxasındakı məntiq belədir. Məchulül malik və onun hökmü. Əgər bir malın sahibi bəlli deyilsə, uğurlanmış mal kimi yox, bəlkə sahibi heç cürə tapılmasa, fiqh baxımından bu mal məchulül malik sayılır. Bu ayrı bir şeydir, yəni mən dediyim deyil. Orada adamın malında əslən şəkki var. Adam özü bilir ki, malım xərabdır. Mən uğurluq eləmişəm, ixtilas eləmişəm, filan eləmişəm. Gedir müftüyün yanına deyir, mənim malımda məsələn şəkkim vardı. O deyir ki, paçlaram bunu sənə. Bir pul alır, paçlır. Bu cür malların ixtiyarı şəri hakimin müstəhdin əlindədir. Dəstgərdan bu deyil əlbəttə, rəddi məzalim. Dediyiniz qonunun ən dəqiq adı budur. Əgər bir nəfərin əlində başqasının malı olsa və o malı sahibine qaytarmağa imkanı olmasa, sahibi ölüb, itkin düşüb və ya heç tanışlığı yoxdursa, o malı rəddi məzalim adı ilə
fəqih və ya onun nümayəndəsinə verir. Ruhanilər bu malın bir hissəsini yoxsullara vermək adı ilə götürürlər və bunlar da o malın qalan hissəsini o şəxsə həlal olduğuna hökm verirlər. Yəni bu deyir, rədd-i məzalimdə əgər səhv eləmirsəm, bu deyir ki, xalq arasında bu işə bəzən paça çıxarmaq və ya malı yuma deyirlər. Tənqidçilər bu qaydanın əslində qeyri-qanuni pullara əldə edilən mallara şər'i don biçmək üçün bir qaçıb qurtarma yolu olduğunu və ruhani təbəqəsi o üçün mali gəlir qaynağı yaratdığını vurğulayırlar. Allah rəhmət eləsin, mən bir Ayətullahdan dərs alırdım, fəlsəfə dərsi alırdım. Din fəlsəfəsi, din içi fəlsəfə deyək də, yəni kəlam, İslamda kəlam deyilir adına. O bir gün danışırdı, dedi ki, nədəndirsə, alimlərin balalarının, özündə misal vururdu, alimlərin balaları çox pis olurlar. Özü dedi ki, mənə belə gəlir ki, millət pul gətirirlər, verirlər, ən pis pulların verirlər mollalara, mollalar onlarla uşaqlarını yekəldirlər. Yəni, haram pulundan təhcəm İranda ən kökü bəlli haram pulundan yetişən uşaqlar mollaların, ayətullahların balalarıdır. Onun üçün mən diqqət edirdim, şəxsən özümü deyirəm, özüm diqqət edirdim. Ayətullahların çox az ayətullah var ki, uşaqları dinçi olan. Əksərən kommunistlər ayətullahların balalarıdır. Əksərən bu fətva şeylər, ixtilasçılar mollaların balalarıdırlar. Çünki elə o evdə adət edirlər bunu da, yəni haram pulu yeməkdən adət edirlər və haramlıq onların gözündə düşür o. Haramın hürməti gözlərində düşür. Gedək 400-cü səhifədən bir fətva oxuyaq, əgər eləyə bilsək, görək ki, orada nə deyir? Mən çalışıram bunu göstərəm ki, fətvalar şəxsi bir, bu 700 səhifənin şeyiymiş, yəni ən axır səhifədən bir şey oxuyaq, bəlkə də bir kitab buradan, kitaba görə bir ayrı tarix tapa bilirik, əgər görsək. Axirdən 2 fətva görürəm, bu 2 fətvanı oxuyaq, görək nə olur. Əl-cavab olmaz. Bir qurb əhalisindən, bir qəriyə əhalisindən Zeyd qəriyə axiriyə nəql edib. 60 sənədir, 60 sənədən mütəcaviz qəriyə-i axirdə sakin olduqdan sonra qəriyə-i ola əvvəlki səbahisi Zeydə qəriyə olaya nəql eyləyə qadir olur və cavab olmaz. Baş tapmadım, nə oldu? Dedi ki, məsələn, burada bir adam soruşur, mən ətay. Deyir ki, mən məcbur olmuşam, vətənimdən qaçmışam. Gəlmişəm bir ayrı yerdə yaşıram. İndi bir müddətdən sonra, 60 ildən sonra mən istəyirəm qeydəm vətənimə. Əcəba orada məsələn mənim vəziyyətim nə olar vətəndə? Buna belə bir şey sual deyir. Deyir ki, bir qəriyə əhalisindən Zeyd qəriyə axiriyə nəql edib, ayrısına köçdü. 60 sənədən mütəcaviz qəriyə-i axirədə sakin olduqdan sonra qəriyə-i ula sibahisi belə bir şeydir. Zeydə qəriyə olaya nəql eyliyə cəbri qadir olur. Orada deyir 60 ildən qalandan sonra istəyir qeydə özünə. Burada bir kəlmə yazıb ki, onu oxuya bilmədiyim üçün dəqiq anlayamadım nə deyir. Qəriyə ula səbhasi nə deyir? Bunu bilmirəm, oxuma siyahisi nə belə Zeyd qəriyə olaya. Mənə belə gəlir ki, əcəba ora bunun təzəşdən öz kəndi hesab olarmı? Bu deyir ki, yox, vətəni hesab olmaz. Yəni nəql elə, gəlsə ora qadir olurmu, ya o belə bir şey soruşur? Olmaz, xeyr olmaz. Bir ayrı sual.
Cevap. Zeydün emr sipahisinin ihtimalen sipahiydi. Üstte de bu var. Sipahisi. Burada da yine aynı gelir. Zeydün emr sipahisinin timari toprağında bir qaç qətə tarlayı olmaqla Zeyd ol tarlaların bir qaçını ziraət etməyib 3 sənə mütəvaliyə bila üzr tətil etməklə bir mucibi əmr dəftər qədimidən verilə kəlan hüquq ərz ümrə və birnasəm əmr ol tarlaları tabu ilə tapu ilə axər təfviz etmək istədikdə Zeyd məcrur ziraət etdiklərimin hüquqlərini əda etməklə ziraət etmədiklərini axər təfvizidən əmri mənə qadir olurmu? Olmaz. Burada da bir nəfər bir yeri neçə il varmış, əkmiydi. Bəllidir ki, bu yer şeydir. Yəni, ya dövlət yeridir, ya da xan yeridir. Çünki deyir, bunu işlədib, ya işlətməyibdir. İndi bunu bir ayrısı satır, ya özü satır. Biraz məsələ dedim, o şeydi, oxuya bilmədim bunu. Bu da axir cümləni də oxuyaq. Türkcəliğin fəqət mənə çox önəmlidir. Qəd İsrah cevadul gəlemi minəl culani fi məzamiri kitabətil fətava əş-şərifə ən yedi Əbdülfəqir Əbdülrəhman ibn Əhməd cəələllahul hüda və təqizadə ehtimalən vafirə külli və təqa və zadəhu vafirə külli yevmin ilməhu və zadəhu fi غرّی سفر الخیر سنه 71 و 1171 هجریده حامدا لله تعالی علی نعمه و مسلیا علی نبیه Muhammed və alihi əcməin. Bu birinci kitab ki, dünənləri də istirdik bunu oxuyaq. Birazını oxumuşduq əlbəttə. Biraz da bunu oradan oxuduq. Fətvalardır. Fətvalar da məncə çoxu yersizdir. Yəni soruşmayasan. Bunu gedəcəksən qanundan, dövlətdən soruşacaqsan, bunların %99'u o kəndin, məsələn, kət məsələsindən, kətdəki kətxudadan soruşacaqsan. Onlarla yoxsa gedib, burada bir molla dedi, demədi, mollaya nə rəbti var? Bunları nə bilir ki, yer nə cürdür, güc nə cürdür, o bel vurmayıbdır ki, görsün. Əlbəttə, qədim mollalar hər nə cür idisə, işlirdilər, burasında deyək. Quta Doğu Bilik kitabına geçək. Burada əslində bugünkü kitabımız Behcətul Fətava 2. Kitabın adı Qota Doğu Bilik Fərqanə nüsxəsi. Bunu ona görə götürdük ki, bu indirdik ki, bu fərqanə nüsxəsidir. Yəni biraz fərqlidir. Fərqan fikir edirəm ki, görə hardadır. Fərqan bugün hansı məmləkətdə olur? Görək ki, bu fərqan sözü hardadır? Fərqanə tarixi bölgəsi bugün əsasən Üzbəkistan ölkəsində yerləşir. Fərqanə. Lakin bu ötkün və münəbit vadi Fərqanə nə? Ötkün və münbit vadi Fərqan vadisi tarixi və coğrafi baxımdan 3 ölkə arasında bölünübdür. Bu ötkün və münbit. Münbit yəni ot bitən yer. Yəni ehtimalən farsça çəmənzar deyirlər. Ot bitən yer, otlaq. 3 yerdə bölünür. Üzbəkistan vadinin ən böyük hissəsi və əsli Fərqanə şəhri Qoqan və Əndican bölgədədir.
Qoqan, Quqan. Quqan və Əndican bölgəsində Üzbəkistanda. Əslisi buradadır. Fərqanə şəhəri. Qırğızistan. Vadinin ətrafındakı dağlıq bölgələr və Uş şəhri, yenə də bu Fərqanədəndir. Fərqanənin bağlılığı yerlərindəndir. Qədimki Fərqanədir. İndi üç məmləkətin içində bölünübdür. Özü çox böyük bir yermiş. Uş şəhri, bu da Qırğızistandadır. Tacikistan. Farslara da verilib bundan biraz. Vadinin bir hissəsi, o cümlədən Xucənd şəhri Tacikistandadır. Yəni, bunu indi biz soruşaq. Tarixi baxımdan Fərqanə çox önəmlidir. Çünki Hindistanda Böyük Moğol İmparatorluğunun banisi olan Zəhiriddin Məhəmməd Bayburun ana yurdu və hökumətinin mərkəzi bura idi. Bura həm də qədim İpək yolunun ən önəmli məntəqələrindən biri sayılırdı. Fərqanənin, deyək, tarixi Fərqanə deyək də, tarixsəl Fərqanənin böyüklüyü nə qədərdir və hansı məmləkətlərin böyüklüyü ilə müqayisə ola bilir. Tarixi və coğrafi Fərqanə vadisinin ümumi sahəsi təxminən 22.000 kilometr mürəbbədir. Yəni, 1000 metr eni, 1000 metr boyu 4 tərəfdən tutsaq, olur 1 kilometr. Bundan 22.000 dana 1000 eni boyu 1000 metr olsun qoysaq, bu torpağın yekəliyində olur. Bu bölgə ətrafdan dağlarla əhatə olunub və Tiyanşan dağ sisteminin bir hissəsi sayılır. Tiyanşan dağlardır. Məsələn, Əlborz dağları, məsələn, yaxdı Qəradağ dağları falan, bunlar hamısı dağ. Bu böyüklüyü dünya ölkələri ilə müqayisə etsək, Fərqanə təxminən aşağıdakı ölkələrlə eyni ölçüdədir. Beləsi bizə yaxşı olur. İsrail, təxminən İsrailcən yeri var. Fərqanə vadisi ölçü baxımından təqribən İsraillə bərabərdir. İslavoniya, İslavoniya təxminən 20-dir bu. Təxminən bu, yəni İslavoniya 20-dir. 20.000 kilometr mürəbbədir. Urpanın bölgəsindən bir az böyükdür. Yəni bundan da biraz böyükdür. 2 dana da bundan böyükdür. Kuveyt. Kuveyt təqribən 18.000 kilometr mürəbbədir. O da 22 kilometr. Fərqanədə 22.000 kilometr mürəbbədir. Kuveyt ölkəsindən böyükdür. 4.000 dana. Albani. Albaniya ya Albanidən Almani 28.000 kilometr mürəbbədir. Deyir ki, buradan 4.000 azdır. Yəni Fərqanə. İndi Urmiya dəryaçası ilə Fərqanə Urmu gölü ilə müqayisədə necə görünür? Bir Urmi ilə də müqayisə eləyək. Görək ki, Urmu gölü ilə nəcirdir? Fərqanə vadisi ilə Urmu gölünü müqayisə etmək çox maraqlı bir görüntü yaradır. Çünki biri həyat və yaşıllıq mərkəzi, digəri isə son illərdə doğa faciəsi və quraqlıq simvoluna çevrilib. Bu iki məntəqəni sahə və coğrafi baxımından belə müqayisə edə bilərik. Sahə müqayisəsi beləsidir. Fərqanə vadisi 22.000 kilometr mürəbbədir. Urmu gölü isə 5200 kilometr mürəbbədir. Yəni 4 bərabər bundan yekədir. Nəticə Fərqanə vadisi Urmu gölündən o vaxt ki su ilə dolu idi, təqribən 4 qat böyük idi. Tamam da bunları bəqiyyəsini danışmırıq. Yəni diqqət buyurun görün ki, kiçik bir yer deyil özü. Bunu oradan gəldik. Bu yəni mühüm bir məntəqə imiş ki, indi də 3 dənə məmləkətin arasında dedi ki, Üzbəkistan, Tacikistan və Qəzzaqistan, əgər səhv eləmirsəm, Qırğızistan ya da keçsək üstə.
Üzbəkistan, Qırğızistan və Tacikistan arasında 3 məmləkətdə bölünmüş bir böyük bir yerdir. Burada bir kitab Quta Doğu Bilikdən bilinci, bilmək oradan bir kitabdır. Kitabın əvvəlcə kitabxanada necə saxlanır ona bir baxırıq. Kitabın görürük ki, ehtimalən bu çapdır, sonralar çap olubdur, yəni bu zamanlarda qalıbdır. Bunun TDK, Tacikistan Demokratik və ehtimalən beləsi, ya Türkmənistan Demokratik işləmənə beləsi bunların biri olacaqdır. Quta Doğu Bilik ayrı-ayrıdır. Quta Doğu Bilik tıpkı basım ikinci Fərqana nüshası. İstanbulda yazılıb bu İstanbulda çap olubdur. Yəni biz beləsi baxırıq. Nə cür oldu? Çox getdi, kiçik oldu. 1943-cü ildə Əlaəddin Kral basım evi. Beləsi bir çapxanada çap olubdur. Kağızda görürdük, bunun kağızın çapını da gördük. Bilirsiniz, biz müsəlmanlar sağ əl və sağ, hər şey ki sağ ola, onun sola ərcəhiyyəti var. Biz hər şeyi sağdan yazarıq, ya sağdan başlarıq. Hər bir mühüm işə sağ ayağımızla, sağ əlimizdən əvvəl başlarıq, sonra sol ayağımızı gətiririk. Məsihiyyət dünyasında sol önəmlidir. Çünki qarşı-qarşıyadır da. Baxın, iki dana bir-birinin qarşı-qarşıyadır. Bu sağdır, bu da soldur. Bu bir-birinin qarşıdır. İki dana kültürdür, iki dana mədəniyyət ya uyğarlıqdır, iki dana tarixdir, iki dana düşüncədir, iki dana dindir. Bunlar hamısı bir-bir, hər şeydə bir-birinin qarşı-qarşı. İki dana iqtisaddır, iki dana mənfəətdir. Ayrı-ayrı. Onun üçün indi Türkiyədə bu zaman keçiblər Məsihiyyətin tərəfində sol tərəfdən başlayır yaza. İkinci səhifəyə baxaq. Burada kitabxananın əlbəttə adı görsənmir, fəqət çapxana görsənir. Çünki bu kitabxana deyil. Əlbəttə burada bir möhür görünür, amma oxuya bilmirəm. Böyük milli, ehtimalən böyük milli kitabxanası olacaq, beləsi bir şey olacaqdır. Kitabın yenə içində şeyi görürük, həman cildin üstündə yazılanları görürük. Kitab 400, PDF-də 475 səhifə görsənir. Ehtimalən hər səhifəsi, bəli, hər səhifəsindən bir dana fotokopi eləyiblər, qoyublar kitaba. İndi üçün soldan sağa yazır, ərəbcəni də soldan sağa qoyacaqdır. Yəni biz hər bir səhifənin həm türkü ərəb əlifbası ilə yazıldığını, həm də latınca əlifbası ilə yazdığını görəcəyik. Belə soldan sağa bizə çox əcib gələcəkdir. Burada bir müqəddimə kimi oxuyanlara bir şey yazıbdır ki, nə etməlidir, nə etməli deyil. Ondan sonra gedir, kitabın ehtimalən bu şeyidir. Biraz da kiçildirdim ki, bu səhifə yerləşsin bura. Bu kitab tazadır, bilirik də, hər halda onu bilirik, fəqət qonusu mühümdür. Umarım ki, bu əks olsun, ən azından əksi olsun o Quta Doğu Bilik'in əksi olsun, yəni şey olmasın, çapı olmasın. Baxaq görək ki, nə cürdür, yəni mənə belə gəlir ki, ehtimalən bu əks olacaq. Kitabı indi sağdan sola qoyubdur, səhifələri də qoyuruq. Əlbəttə bu çapdır, çünki üstdə görürük ədədləri yox. Düzdə üstdə ədəd 12-ni vurubdur, 11, 12, üstdə görürük ki, səhifələrin nömrəsini vurubdur. Amma qıraqdakı ədədlər yazılıbdır, onun cümlələridir. Hər cümlə ki, Quta Doğuda yazılıbdır, ona bir nömrə qoyublar, onun qabağından yazıblar, gedibdir. Biz onu burada görürük, amma burada da iki cürə nömrə var. Məsələn, birində yazıbdır 1, bu səhifədə. Səhifə və sətir, ehtimalən səhifə və sətir. Səhifə, sətr. Birinci sətr 237-ci səhifədən. Beləsi nömrə qoyublar, qıraqlar. Hər sətri ki, burada görsənir,
onun. Onda indi biz bunu qeysaq kitabın əvvəlinə təqribən. Bu da kitabın əvvəli. Səhifə 13-ü, sətr 8, ərkilik, liknik, liknik. Belə bir kəlmədir. Sən köngül kaygın. Oqda yox. Ehtimalən görək ki, bu nə cürdür? Mən hələ feylən bunu baş tapmamışam buracan. İndi baş tapıram ki, bu nömrələr 3 cürə nömrə var. Biri latinlə yazılıbdır. Onlar bu kitabı çap eləyəndə qoyublar üstünəki səhifələr bəlli olsun. Bir də bəzi kəlmələri ehtimal verirəm. Kəlmələri mətnidən çıxardıbdır, onları gətirib qoyub bura. Bilmirəm niyə. Səhifəsini yazıb, şumarəsini yazıbdır. Məsələn, bu kəlmə amulluq bila. Bu məsələn yazıbdır ki, amulluq bila, siliklik bila öz süzünü edibili. Silillik bila öz süzünü edibili. Məsələn, bu əcəba ikisi bir şeydir ya ayrı-ayrıdırlar. Bu mənə bir şeydir, amma yazıb ki, bu 53-cü səhifədə və 1-ci sətirdə yazıbdır. Məsələn, bilafasilə ondan sonraki sətirdə yazıbdır 55-ci sətr, 55-ci səhifə 1-ci sətirdə tekimsiz. Bu cür, yəni bir dənə cümləni götürübdür, bir dənə kəlməni götürübdür, onun şumarəsini yazıbdır. Ehtimal verirəm, burada lüğətləri fəqət çıxardıbdır. Ehtimal verirəm ki, oradakı olan lüğətləri çıxardıb. Beləsi baxıram. Amma calibdir. İndi burada gəldik 11-ci səhifəyə, 12-ci səhifə, 13-cü. Amma burada görürük ki, məsələn, cümlələrdir, səs deyil. Yəni, bir dənə kəlmə deyil. Mən ehtimal verirəm ki, bu əks salım bir dənə buradan. Mənim ehtimal çox, %99 budur ki, bu çapdır. Amma görək ki, yenə bu kitabı davam edirik, elə bu şəkildə sağdan sola getmirik, bilirsiniz, soldan sağa gəlirik. Bəlkə də sağdan sola indi, çünki burada bəlli olmur. İndi kitabdan çıxmışıq eşiyə, bəlli olmur. Burada qutardı bir səhifə, aha, gəldik kitabın özünə. Burada nə yazmışdı? Bu 24 səhifədə, ki, burada hər PDF-də də hər bir səhifə, elə bir səhifə qoyub PDF-ə, kitabdan bir səhifədir. Bunda iki cürə yazılıbdır. Bir latinlə yazılıbdır, biz indi feylən türkcə, ərəbcə ilə olan bölümünü görürük. Sonra da bunun hətmən latincəsi olacaqdır. 25-ci, 27-ci səhifədə boşdur, 28-ci kitabdan əks qoyubdur. Və burada görünür ki, əl yazma, istəyək indi bunu şeyləyək, 2 səhifədən bir dənə əks salıb, qoyub bura, mən indi buradan bu üzə gərək beləsi baxam, bunu yekəldə də bilərəm, calibdir burası. Amma oxumağa şey deyil, rəh qatışıbdır, su gedibdir, bəllidir fotokopuda, su gedibdir və kitab şey olubdur. Amma oxumağa, yəni biz fotokopunu oxuya bilmirik yaxçı, yenə də bundan belə biraz zəhmət çəksək oxuyarıq. Amma burada indi kitab yenə dəyişdi. Məsələn, əl yazısı dəyişdi. Buradan üstdəki səhifəyə qeyd etsək əgər, üstdəki səhifədə əl yazı bir cür idi, bu səhifədə əl yazı kamilən dəyişdi. Yəni %100 əl yazı dəyişdi. Bəlkə, məsələn deyirəm, biri nəstəlikdir, biri də nə bilim, bir ayrı bir şey. İndi təliqdir, nədir? Bu əksini salaq da, bunlardan da əks salaq, biz elə ikisindən də əks salaq. Bunu beləsə eləyək və bundan bir əks salaq. Qoyaq, bunlardan da bizə bir. Bu bir əksi, o birisi kitaba geçsək. Bunu da 3 dəfə fırladacaq, gəlsin bura. Buradan da bir əks salaq. Bu xəttlər, məsələn, bu çox rahat oxunar ta o birisi.
Biraz bura yaxşı görsənir. Buradan bu izə səhvələr, bu əlif yazılıbdır. Bir də burada bir şeydə ortada da bir cədvəli var. Bu əsl kitabda cədvəl var. Cədvəl nə rəhdədir bilmirik. Əgər bir şeir yazılsa ki, bəllidir şeir yazılıbdır, onun özünün dövrəsində çərçivəsi var, kitabın dövrəsində çərçivəsi var. Baş yazıları var. Baş yazıların dövrəsində çərçivə var və oləməlmiş Culini oladığı mışqa. Belə bir şey yazılıbdır, oxumaq olmur. Çox da, burada şeir kimidir əslində. Çünki misrələrin arasında xət çəkilibdir. Yenə burada bir ayrı bölümə yetişdik. Başlığı vardı və başlığın da ehtimalən Bismillahla başlayıb. Çünki bay Bismillah bir sətirdir. Ehtimalən bu Bismillah olacaqdır. Ehtimalən. Çünki mən əsli kitab adam gərək görə əlinə ala kitabla yoldaşlıq eləyə, ona tilmizlik eləyə, yəni şagirdlik eləyə. Yenə bir ayrısında aynı səbki işlədibdir. Bəli, bir çoxunda o başlıqlarda o Bismillahı o cürsə yazıbdır. O elə Bismillah olacaq. Bismillahın beyin yazıbdır əslində. Onu görürəm mən. Bu xətti oxuna bilərmiş. Əgər bunun özünün kitabın əslini tapsaydıq, görərdik. Bu əsl kitabdan bir fotokopudur. Yəni əsl kitabdan əks deyil. Əsl kitab, əlbəttə o zaman biraz da çətinmiş əks salalar. 419 səhifəsi varmış, 418. İndi biz üzdən gedirik əvvələ tərəf. Çünki dedim sondan qoyub axıra. Biz indi nə cür oldu? Əvvəldə dedim baş tapanmırdım ki, bu nə cürdür? Kitabın biz istəyirik bu kitabı bilək, gedək axirdən gələk əvvələ. Mən indi getsəm tərsə getdim. Gedək axirdən gələk əvvələ. Şimdi mən onu eləyirəm bu şəkildə. Çünki burada gördüm, məsələn, 138-ə gəldik, yetişdik. Burada indi 70-ə gəldik, yetişdik. 35, 3, 2, 1. Qotadoğu bilik. Kitabın gəldik sonda bu cüzü oldu. Yəni, fəqətcə bu, əslində bu kitab elə 475 səhifədir. 1-2-3 səhifəsi latincədir. Kitabın cildidir, nə bilim, iç səhifələridir filan. Bəhmən, bir də oxucular üçün bir mətnidir, onu yazıbdır. Qalanı kitabdan bir fotokopudur. O fotokopunun əksini qoyublar. Onun üçün də çox da gözəl çıxmayıbdır. Qotadoğu bilik. İndi burada kitabın gəlirik, əslində sağ tərəfdən başlayırıq. Düzdür, soldan biz indi bunu başlayırıq, amma məcburən də, yəni Fatih 4 liradır. Aha, fiyatı 4 liradır. O zaman bunu 1900 neçədəymiş, onu da əgər tapa bilsək. Qotadoğu bilik kitabın adı. Görürüm ki, burada altında bir şey yazıbdır. Yusif Uluğ Xas Hacib. Yazanı Yusif Uluğ Xas Hacib. Uluğ ehtimalən ulu mənasında olacaq, yəni böyük. Hacib də bilirik ki, yəni dərbarda zaten böyük bir məqamdır. Onu da bilirik. Kitab dedik ki, bu Türkiyədə çap olubdur və 4 liraya satılıb o zaman. Bunun tarixini də bilsəydik yaxşı olardı. Kitabın elə ikinci səhifəsini açanda, yəni birinci səhifəsini açanda Bismillahirrahmanirrahim əl yazısını görürük burada. Qapı padişah, üstdə bir şey yazılıbdır. İndi bunu çalışım oxuyam. Qapı padişah Əli, qapı, ya qayu, belə bir şey, yaqub. Bismillahirrahmanirrahim. Yine burada qıraqda bir şey yazılıbdır. Həmdü sipasu minnəti oqdi təndi əzzi və cəlqa kim uluq idi. Ya idisi. Tukal məhduslıq padişahi birli kökülü. Kitab zahirən burada cırılıbdır. Tiğə ilə kəsiblər kitabı. Kitabı eninə.
bir dana sətri eninə tiği ilə kəsiblər. Sonra qoyublar, biraz daha əyri düşübdür. Onun üçün də burada bəzi şeylər köklü yaratğa məcmui ehtimalan təbliğlarga ruzi birgan fi kim ya birgan nanı kim. Burada bir də yazılar yazılıbdır, silinibdir. Yəni birinci əl yazmadır bu. Bu yazarın özüdür. Nəssaq yazmayıb, xəttat yazmayıb bu kitabı. Çünki elə əvvəldə görürük, elə bir də oxusan bunu. Bismillahirrahmanirrahim. Həmdü sipasu minnət və o okdi tənri əzri və cəlqa kim uluq doluq idisi ya ilası oluq doluq ilası tukal. Tukaldan sonra ehtimalən tunal olacaqdır. Yəni k burada n oxunacaqdır ehtimalən tukal. Burada bir şey yazmışmış, üstünə 2 dənə xətt çəkibdir. Yəni bu oxunmayacaqdır. Məhduslıq padişah yerli göqli yaratğa məcmui ehtimalən burada təsdiqdir, təbliğdir, hər nədir oxunmur. Təsliqlarga ruzi birkan nani kim? Yenə bundan sonra bir ədəd yazılıbdır, onun üstə xətt çəkilibdir. Təala olacaqdır. Yenə də bir 2 dənə kəlmə yazılmışmış, üstünə xətt çəkilibdir. Di qıldı. Buradan görsədir, bu bir belə 4 sətirdə ki, hərəsində də 6-7 kəlmədən izafi yoxdur. 1, 2, 3, 4, 5, 6, 7. 7 kəlmədən izafi yoxdur. Bəlkə 8 ya 9 ola bilər ən çoxu. Burada məsələn 4 dənə sətirdə ki, desək ki 20 kəlmə olacaqdı, 24 kəlmə olacaqdı. 4-ü 5-i silinibdir. Bu bunu göstərir ki, bu elə o əvvəldəki adam ki vardı, Hacib dedi adına. Getdik ora. Tərsə gedirik bu. Yusuf Uluq Xas Hacib elə bu özü başlayıb yazmağa. Bu hələ getməyibdir. Bunun üzündən bir ayrı xəttat baxsın, xoş xətt ilə yazsın. Bunun da xətti mənə ta mixi xəttidir. Yəni çox belə yox ki, uşaqlar belə yazarlar. Mən də bu cür yazıram. İndi də bu 61 yaşımıza gəlmişik. Bundan belə hələ bu xəttinə yazıram. Yəni uşaq kimi yazıram. Mən xoş xəttim yoxdur. Qıldı. Bima xani. İndi əcəba bu xanidir, qanidir. Bunları oxuyandan sonra adam biləcəkdir nədir? Talansa qılğan. Yəfzəlu ma yəşau və yəhkəmu ma yurid. Sama xəlqlərdə o durdu. Tənri bilaqçı ya da yalaqçı uzasansız devd bölünsün işləri. Burada sətirlə həm yazmaqlar çox qərələnibdir, həm də 2 sətrin arasında təzəşdən bir sətir yazıbdır. Ehtimalən əziz ağırlıq Subhanehu bihi özə rizvanullah əleyhim cəmiən bu kitabı o günəqli bu biblarını bu el-ulumi görün bunu hemen oxuna bilər. Ehtimalən qəbaqlı kitabdin baş ruqa oxunmur, yəni görsənmir. İstəyirəm bunu deyim ki, kamil görsənmir. Bu səhvədən çıxaq eşiyə görə o birisi səhvədə oxuna bilir. Yenə də beləsi gerək gedirəm, tərsə gedirəm. Burada əlyazı dəyişdi. Yəni buracan əlyazı bir cür idi, öz xətti idi yazarın. Burada biraz elə bir şey getdi, bir dənə alim yazır. Əcəba bunun birinci səhvəsində nömrə var idi. Yoxdur, sonra qoyublar. Bu nömrəni məlumdur kağaza 1 yazıblar, yapışdırıblar kağazın
üstünə. Bu bəllidir ki, bu kağız ki, bir yazıblar, yapışdırıb səhifənin üstünə, başına, bu sonra yazılıb, bir ayrı kağıza yapışdırılıbdır. İkinci səhifəyə gəlirik, görürük ki, burada bir 2 yazılıb. Əcəba 3 də beləsi yazılıbmı? Yox, görsənmir. 4 yazılıbmı? Görsənmir. Yəni, bu ehtimalən bu 2 ki, burada yazılıbdır. Məncə 2-dir. Əcəba səhifədən... Aha, məncə düzdür. Yəni, bu 2 yazıb. Bu adam özü bir nömrə qoyub səhifəni yazanda, səhifənin başında sağ tərəfdə, yəni vərəq vuranda bu başda, səhifəni ki, belə istiyoruz, vərəq vuraq, bu başda vurmamışdan burada yazıb. Amma əks salanda kitabın dövrəsində ki, boş vardı, o əksərində o boş yeri görmədim tutublar. Gəliblər, kitabın dövrəsində ki, çarçivə var, çalışıblar o çarçivənin içindən əks salalar. Bəzi yerdə çarçivənin əksini salıblar. Məsələn, bu birinci səhifədə o çarçivə yoxdur. Çarçivə olmadığı üçün heç əksini salmayıb. Elə çalışıblar ki, yazı hardan başlanıb oranın əksini salalar. Hətta mənə belə gəlir ki, birinci səhifəyə baxanda belə gəlir ki, əksi o qədər salıblar ki, burada səhifənin bu qismətində ki, əksini salmayıblar, orada yazı varmış, yarımçılıq kəlmələr düşüb orada. Hərflər, yazılar görsənir ki, burada əksin qırağında yazılar görsənir, düşübdür. Mənə belə gəlir ki, burada yazılar varmış, onu silməyiblər. Ha, belə mənə belə gəlir ki, burada bir möhür varmış, o da kitabın başda Bismillahirrahmanirrahimin biraz üstündə, qabağında, yap dibdə bir möhür ehtimalən ola bilər ki, möhür olsun. Amma gedək indi ikinci səhifəyə. İkinci səhifə əcəba bu kitabın davamıdır ya yox, o da bir məsələdir. Çünki burada bir şeylər yazıbdır, birinci səhifəni oxumadıq, görək hələ oxumadıq. Zorumuz çatmır, savadımız çatmır, yaxşı görsənmir. Amma bununla belə görək şu cümlənin davamı buradan deyə yox. Deyir ki, o məhfili bu biblarını ve ilm ve ulumi qanaqlı kitabdan başraqa tutur mabeyn qalmalazı dedim ki larn mecmui burada bir şey yazıb oxunmur, ondan sonra silinibdir. Buldilar kim şərəfi gene bir kəlmə şey olubdur. Vilayətində Türkistan ilarında məcraxan tilinca. Beləsi bir şey. Burada qalıbdır da səhifənin qalanı yoxdur. Gedək ikinci səhifədə görək bunun məsələn biraz əli şey olubdur. Əcəba bu kitabı onun davamıdır ya yox, ya da ondan şey elibdir. Burada biraz səth şey olubdur, xətt yaxçılaşıbdır. Amma kitabda çox şey görübdür, xəsarət görübdür. Ehtimalən su tökülübdür, ya nə olubdur? Su tökülübdür. Belə nəzərə gəlir ki, kitab islanıbdır. Şey çəkib, nəm keçibdir, bəlkə də çürüyübdür, zamanı da çox olduğu üçün. Bu kitab dir bəhsi bıraq həbriger kimlər sanğıb qılmadı. Bu kitab görsənmir, yəni çoxu qaymuk tavaglım qankdi görə bil, yəni təşxis verə bilmirəm hurufları. Bu bir gene tazaşdan aşağıda aynı xətt ilə devam edir. Burada biraz xətti gözəlləşir. Əgər oxumaq olsa biraz şey olar, yəni oxumaq olar. Bəlkə bundan bir əks olsa oxuya bilər adam. Kitabın bir 7-8 sətri 2, 4, 6, 8, 9 9 sətri, hətta 10 sətri deyək. Xoşxət yazılıbdır. Yarısında burada o sətirdə ki, yenə qeydir ələ, orada yazıb ki, oxun bu başqa Uluğ Xas Hacib. Burada Uluğ Xas Hacibin adını yazıbdır. Yəni Yusif'i də oxuya bildim. Üçün nə mənər? Ənisəl üçün Yusif Uluğ Xas Hacib
Nəsəbəli çavi birləmiş bu kitab oxunmur, yəni təəssüflə. Buradan bu üzə yenə gedir, eyni o əvvəldəki əl yazma ilə davam edir. Üçüncü səhifəyə gələndə görür ki, oləlmiş, bura biraz yaxçıdır, yəni oxunaqlığı çox yaxçıdır o birinci və ikinci səhifədən. Dediyim kimi, burada da irad budur, yenə də kitabın dövrəsində bir ehtimalən qırmızı xəttinə çarçivəsi var. Bu çarçivəni və o çarçivənin eşiyinin əksini salmayıblar. Çarçivənin için salıblar. Və hətta içindən də az, yəni gəliblər öyrətici və yazı görsənsin deyə. O ağ yerlərdən əks salmayıblar. Biz görək ki, nə cürdür, nə cür deyil. Olabilmiş at bir ben Feris nitel oğlu dindar tutmuş tüge qənaət qa olağmış at şərbətdir, sərbət nəminə qərəndaşi təb imiş. Hər halda beləsi bir şeydir, çox da aşağıda yetişir dediyim kimi Bismillah kimi bir kəlmələrlə B Bismillah yazılıbdır. Kitab 5-i yeni kitab 12 boruc. Mən beləsi oxudum. Ehtimalən kitab kitayişi ya kinayişi 7 kevkeb 12 buruc. Yenə ikinci bəhs Nigluk ağırlığın öyün. Oxuya bilmirəm. Mən bu xətt bəlkə biraz şey olsaydı bunu oxuya biləydim. Üçüncü, dördüncü səhifəyə geçsək, fehristlərdir məncə. Bunlar fehristlər başlayıb yazıbdır. İndi burada 1, 2, 3, 4, 5 fehrist oradadır. Bu birisi səhifədə də 6, 7, 8, 9 qılıq, qılınc, aryağı, artağı, yananvar. Ya da sananvari, belə bir şeydir. Çox gözəl əslində bunların nəqqaşisi varmış. Yəni bu yazıları ki yazılıb dövrəsində təzhib var. Amma burada görsənmir. Rəngləri var. Bu da görsənmir. Davam edir. Bu da 3 səfələ hesabı gedək deyək ki, 1 səfə, 2 səfə, 3 səfə, 4 səfə, 5 səfə, 6 səfə, 7 səfə, 8 səfə, 9, 10. 10 səfə fəqət şey var. Fehristi var bu kitabın. Və Bismillahirrahmanirrahim ilə təzaşdan başlayır. Əvvəldə o yazılar, sonra indi burada yenə də mən bunun əksini salım. Biraz da kiçillədim bunu. Əksini salım. Mənə belə gəlir ki, əl yazı gəlir. Əl yazı gəlir. Bəli, əl yazıdır. Bu əl yazmadır. Mən üzdən gedim. Üzdən məsələn bu 15-ci səhifə. Kitabda 15-ci səhifə çox gözəldir. Yəni bu dahi oxunaqlıdır. O birisilər bundan dahi ehtimalən çox su getmişdi, rəh qatışmışdı filan. Amma 15-ci səhifədən o üzə biraz yaxçılaşır. Xətlər yaxşı görsənir, amma dediyim kimi bu kitabın əksi deyil, çünki əksi olaydı. Bu fotokopudan əks salıblar. Fotokopudan elə bir şey, bir ayrı fotokopudan əks salıblar. Bu Bismillah haradaydı? Bismillah'dan sonra o kimşi oldu bir la tuman mengi sana uğan bir yanfa anga yok fana angar yok fena yığız serbaşıl gök gün ayırlatın
Yerini Xaliq od ödalay bulur. Tıladı turiyi bu bulmuş gamuğ. Bürük bol yedi bu idi qolmuş. Üstə bir şey yazılıb kiçik, amma mən oxuya bilmirəm. Yəni çox rənci gedib də, əslində bunun da rənci gedib, amma dediyim kimi bunlar şeir idi ehtimalən. 15-ci səhifəyə mən gedim görüm ki, orada bir şey oxuya bilərəm. Fi fəzaili Nəbi əleyhissalam. Fi fəzailin Nəbi əleyhissalam olacaqdı. Çox bir ayrı xətt ilə yazılıbdı və bir-birinin içində yazılıbdı. Mən bundan da bir əks salım. Burada görək ki, nə deyəcək. Səquk sancı izni ya izzəti bağrı savazi. Bu düz datlusi kişida kızı bula erdi xəld. Görüb təşxis verəmirəm. Təəssüflə bu kitabı. Umarım bir gün bundan əks əlimizə gələ. Mən bunu axtarım elə. İndi burada kitabın adın Qutadoğu Bilik Fərqanə nüsxəsi. Bu şeylərdən axtaraq. Qutadoğu Bilik Fərqanə nüsxəsindən bir PDF bulabilir misin? Görək ki, bundan bizə aidat neynədir mən bunu? Aha. Qutadoğu Bilik Fərqanə nüsxəsindən bir PDF nüsxəsin mənim üçün bulabilir misin? Görək ki, bunu tapa biləcək ya yox. Burada da bu ChatGPT-yə də verək. Ehtimalən indi onun yeri boşdur. Buna da verə bildik əlbəttə. Görək bu da axtarsın. Bir dənə var idi ayrısı. Nə idi adı? Prexplity. Perplexity. Bu perplexity adını tapdıq indi. Biləxərə eləyə bildik deyək. Sonunda, biləxərin yerində də sonun kəlməsini işlətsək yaxşı olar. Bəli. Sonunda bu şeycə yazdı yəni. Bu bir dənə elə bir nüsxəni tapdı. Dədə Qorqud kitabının əlyazma və Dədə Qorqud kitabını istəmirdik. Bunun əks nəqqaşiləri də var. Bu deyil, istədiyimiz bu deyil. Dədə Qorqud kitabıdır. Biz babətə bu Qutadoğu Bilik ditəvə və lə sərətətəvə qədər. Nəminədir bu bilmirəm hangi dildə yazıbdır. Oxuya bilmədim ona görə. Yak
PD'yi بر دست هیکل‌بازı destüne sakanı Kotadoğu birlikte kat ve yeneyi geçdiləsi bilmirəm, bəlkə də bu bir ayrı dildədir. Baş tapmadım hansı dildir, bunu bağlayaq. Görək bu nə tapdı. Kotadoğu bilik kimi dəyərli bir əsər, özəlliklə də Fərqanə nüsxəsini ki, Qahirə və Viyana nüsxələri ilə yanaşı ən önəmli 3 nüsxədən biridir. Araşdırmaq sizin kimi qədim əlyazma mütəxəssisi üçün çox önəmlidir. Fərqanə nüsxəsi Fitrət nüsxəsi kimi də tanınır. Fitrət nüsxəsi 1914-cü ildə Fərqanədə tapılıb və indi Daşkəndidə Özbəkistan Elmlər Akademiyasında saxlanılır. Bu nüsxənin digital və PDF nüsxələrini əldə etmək üçün ən etibarlı qaynaqlar bunlardır. Türk Dil Qurumu TDK əlyazma portalı. Türk Dil Qurumu Kotadoğu Biligin hər 3 nüsxəsinin faksimilə tipiki basım nəşrini yayımlayıb. Yükləmə yolu TDK Türk Dili Qurumunun rəsmi veb saytına burada qoyub bunu daxil olub. Kotadoğu Bilik Fərqana nüsxəsi başlığı axtara bilsəniz, çox vaxt bu əsərlərin iskan olunmuş nüsxələri tədqiqatçılar üçün açıq olur. Türkistan Kitabxanası, Türkistan Library, Özbəkistandakı digital kitabxanalar bu nüsxənin yüksək keyfiyyətli iskanlərini təqdim edirlər. Kotadoğu Bilik Fərqana nüsxası PDF ibarətini axtarsanız Özbəkistan Milli Kitabxanasının portallarında onu tapa bilərsiniz. Akademik portallar. Akademiya.edu və ya ResearchGate kimi saytlarda bu nüsxə üzərində işləyən dilçi alimlar, məsələn, alimlər olacaqdır. Məsələn, Rəşid Rəhməti Arad ki, nüsxələri müqayisə edib bəzən mətnlərin köçürməsini və ya faksimilə nüsxələrini paylaşırlar. Mühüm not, mən bir alət olaraq müstəqim fayl yükləyə bilməsəm də sizin bu nüsxənin ən dəqiq elmi çərçivəsini tövsiyə edərəm. Rəşid Rəhmət Arad Kotadoğu Bilgi filan mətn. Bu kitabda Fərqanə nüsxəsinin əsasında hazırlanmış tənqidi mətn yer alıb. Əgər sizə sırf əlyazma şəkli image lazımdırsa, Daşkənd Əlyazma İnstitutunun Biruni Institute of Original Studies saytını yoxlamağınız ən doğru yoldur. Siz bu nüsxəni xüsusi bir beytin təhlilində mi istifadə edirsiniz, yoxsa palografi cəhətdən xətt onu filan? İndi bunu bizə görək ki, buradan bunu Google-dən istəsək, bunu tapa bilər, bizə verə bilərmi, ya yox? Bura Türk Dili Qurumu dedi ki, burada gedin nə edəcəksiniz? Türk Dili Qurumunda Fərqanə nüsxəsi. Gələcəyik, burada axtarış buradadır. Görək bunu tapa biləcəkdir. Türk Dili Qurumu yayınları, kitablar yeni yoxdur. Burada deyir ki, yəni desə də tapa bilməyəcəyik. 24 Kasım 2015 kategori filan. Türk Dili Qurumu 1-ci Türk Dili Qurultayı, bu da özünün tarixinə görə gedir. Kitabdan bizə bir şey vermədi əslində. Gedək görək ki, bu Türkistan Kitabxanasında
Türkistan Library əvvəl qoyaq bunu. Bu kitabın əslini tapmaq özü mənim nəzərimcə çox önəmlidir. Library of Türkistan Home. Sonra buradan bizə dedi ki, bu kitabın adını qoyaq. Gələk burada görək ki, bunun axtarış yeri buradır, amma kitabları burada qoyub. Məsələn, Əmir Əli Şiri Nəvai. Məsələn, burada bir kitab qoyubdur. Modern Asia, Encyclopedia of Modern Asia, Ancient Turkic Toponyms of the Middle Asia. Çox nə gözəl kitabları var. Cultural Changes in the Turkic World. Çox gözəl kitablar var. Baxın bu kitablara. Əcəba bunlar pulla mı yoxsa müftə mi? Orası da məsələdir. Bizlər müftə kitab əgər olsa, bu kimdir? Emigrant Muhacir from Xinjiang to Middle East. Deyir 1960, 40-dan 60 arasında. Tamam. Görək ki, burada biz kitabımızı axtarsaq bizə nə verəcək? Gətirdi. Burada görək ki, nə mənə? The Nuclear Charging in Russia. Bu da nükleer haqqındadır. Yəni, atom şey haqqındadır. Bu nədir? China. O kitabı gətirmədi burada yenə də. Çox heyif olsun. Kitabı gətirmədi. Nədən də bu kitabı gətirmədi? Turkistan History, Turks History, Authors, yazarlar, Categories, Magazines, Reports, Historical Notes, Contact Us. Türkistan'ın burada görək bir şey tapa bilərik. Materials to the knowledge of the Eastern Turkey. Yəni çox heyif olsun ki, burada Türkistan solo 50 milyard Türkistan solo. Bunların hamısı da təəssüflə əcəba bunu gedək burada ərəbcə yazmışdır. Gedək oraya. Yəni bir dənə geçsək bura ərəb, ingilis, türkcə. Bu türkcəsində görək bəlkə birdən bu fərq elər. Dünyaya hökm edən Türk devletləri. Bir dənə kitab adıdır bu. Uyğur əfsanələri. Yəni burada bir çox kitablar görünür, amma görək ki, bu kitabı buradan axtara bildik indi. Qota Doğu Bilik Fərqanə nüsxəsi PDF için arama yap. Yapdıq, aradıq. Tamam, yapaq. Gene aynı yoxdur təəssüflə. Tarih gəlişim içində İraqda Türk varlığı. Bunlar axtarıblar. Türk dünyası araşdırmaları təəssüflə Doğu Türkistan, Çin, Kırım savaşı və beləsi bir şeylər, amma o biz istədiyimiz burada yoxdur. Görək ki, indi gedək bunun əvəzinə Google-dən bir köməklik istəyək. Görək bunu tapa biləcək ya yox. Qota Doğu Bilik PDF qoyubdu. Ehtimalən bu olacaq da, əksidir. Türkiyə ədəbiyyat Türkiyə ədəbiyyat durdunları nə deməkdir? Yusuf Hocib Ahmed Yuğunaqı belə bir şeydir. Bu kitabdır. Hər halda Yusuf Hacib'i burada gördük. Bunu burada
PDF-in download elə görək nə cür olur. Oh, 30-12 dollar pul istir. 12 gün, neçə gününə, 12 gününə, neçə gününə bundan bir pul istədi. Bunu görək, yekəsi bu vəziyyətdə olur. Kitabın içindən əkslərinə baxaq, görək ki, nə var. Kitabın içini, bu da fotokopudur təəssüflə, baxsaz. Mən bunu kiçildirəm ki, səhviyyə yerləşsin. Burada latincə yazıbdır. Yox, bu deyil. Mən belə eləməyəcəm, qeyd edəcək təzəşdən. Tamam, kitab bu cürsüdür. Bunları dəyişdirsək. Ad free. Download to read ad free. Nə cəlib. Amma məsələ budur ki, bu İngiliscə olsa mən daha rahat oxuyaram. Amma bu şeydir, yəni bu yarda turtlıq aslında ozaro teng. Görək bu bir yerdə şeydə çevrilir ya yox. Şeirlərin yazıb da amma latincə yazıb. Yəni bu şey deyil, kitabın özü deyil. Gedək görək ki, bir yerdə latindən çıxır işyə, bir ərəbcə, türkcə ilə yazır ya yox. 441-ci səhvəyə gəlmişik, hala 517. Bu kitabı indirsək də şeyi yoxdur. Məncə ərzişi var, amma yəni mən istədiyim deyil. Yəni mən bir ayrısına baxaq görək ki, acaba burada bir şey var. Security check required. Burada Google University xəbərnaməsi, nə mənə belə bir şeydir. Yox, təəssüflə bu da yoxdur burada. Artıq basic sharing. Bu nə mənədir? Download. See full əvvəl yox, bu da gedir bir ayrı yerə. Site. ehtimalən bu olacaq. Bəzi kəlmələrin yazıbdır, əksin qoyubdur, qalanın latincə yazıbdır. Yəni burada görsəniz gözəldir. Məsələn bu yazı çox gözəldir. Amma heyif olsun ki, bu fəqət orada bir şeirdən bir bənd qoyubdur və keçibdir. Yəni o qədər deyil ki, biz bunu bu kitabın əsli olsa yenə latincədir, təəssüflə burada görsənir. Bu download elədi. İstəmirdim, amma download elədi. Umarım ki, virusda da olmasın bunun içində. Qotadoğu bilik. Həman bu məqalə imiş ki, gördük bu birisində. Onu download elədi. Bunu delete eləsək yaxşı olar. Çünki mən bunu istəmirəm, doğrusunu desək. Burada da Qotadoğudan taza bir gözəl yazı ilə qoyubdur. Amma mən də bu da rusca yazılıbdır. Mən də onu əsla bilmirəm. Burada qıraqdan gedək görək ki, bunun mən hala burada rusca görürəm. Burada yox, burası rusca deyil. Burası Türk dünyasında dil politikalarının oluşmasında əsərlərin
rolu. Beləsi bir şeydir bu da. Sonra necə oldu? Orada biraz Latin idi. Buradan bu yüzden getdi. Kiril ilə yazıldı. Tamam. Bu da değil o şey çizdirik. Bu nədir? Mən bu videonu bağlayayım çünki mən bu kitabı axtarıram və şeyə olmur, qalsın bu cürsə mən bu kitabı axtarım.